Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Salamlayıram hər birinizi dəyərli tamaşaçılar və ümid edirəm ki, bu Əyyam-ı Fatimiyyə günlərindən ən yaxşı surətdə istifadə edə bilirsiniz. Əlbəttə, iştirak etdiyiniz məclislərdə, mərasimlərdə bizi də öz xeyir duanızda unutmayın. Bu dəfə çox önəmli bir nöqtəyə toxunmaq istəyirəm və istəyirəm ki, Həzrət Əli əleyhissalamın nəqli ilə olan, Həzrət Əli əleyhissalamın dilindən olan bir hədislə mövzumuza başlayayım. Əli əleyhissalam nəql edir ki, tərif edir ki, bir gün evimə daxil oldum. Evimə daxil olduğum zaman gördüm ki, Həzrət Peyğəmbər əyləşib otaqda və onun sağ tərəfində İmam Həsən, sol tərəfində İmam Hüseyn əyləşib və üzbəüzündə, yəni İmam Həsənlə İmam Hüseynin ortasında Peyğəmbərlə üzbəüz Həzrəti Zəhra əyləşib. Və Peyğəmbərin onlara belə buyurduğunu eşitdim. Həsənə və Hüseynə işarə edərək buyurdu ki, Peyğəmbər, siz ikiniz, Həsən və Hüseyn, tərəzinin, yəni mizanın iki gözü kimisiniz. Və ya Zəhra, sən həmin o mizanın iki gözü ki var, ölçü üçün istifadə olunur, o iki gözü ayaq üstə saxlayan sütunusan. Bu sütuna bəzi mənbələrdə hətta şahin də deyilir. Yəni, həmin o sütun ki, tərəzinin iki tərəfini tənzimləyir, saxlayır. Və bəllidir ki, əgər mizanın sütunu olmasa, ortadakı sütunu olmasa, ölçünü də düzgün edə bilməz. Bu hədisdə biz bunu başa düşürük ki, yəni ölçü üçün, mizan üçün əsaslı hissə olan Həzrət xanım Fatimə-i Zəhradır. Əgər xanım Fatimə-i Zəhra olmasaydı, həmin tərəzinin iki gözü də müəyyən ölçü vahidi ilə, müəyyən şəraitdə düzgün ölçü edə bilməzdi, heç bir işə yaraya bilməzdi. Bəs deməli, Əhl-i Beytin öz dilindən də, yəni imamların öz dilindən də var ki, biz ümmət üçün höccətik, amma anamız Zəhra bizim üçün höccətdir. Yəni, Həzrəti Zəhranın burada dəyərini çatdırır. Əlbəttə, Həzrəti Zəhranın dəyəri, məqamı əksəriyyətə bəllidir. İstər Əhl-i Sünnə mənbələrində, istər Şiə mənbələrində, onun fəzilətləri barəsində, ona olan Peyğəmbərin hörməti, məhəbbəti, diqqəti barəsində qeyd olunub və onun haqqında deyilən sözlər çoxdur mənbələrdə. Sadəcə, indiki vaxtda Fatimiyyə günlərində məhz bu nöqtəni, bu məqamı xatırladırıq ki, Peyğəmbərin dilindən bəlli olsun ki, Mədinə əhli hansı şəxsin haqqını ayaq altında qoydular və Peyğəmbərin ətrafında olub, Peyğəmbərin yolunu getməyən şəxslər hansı qapıya hücum etdilər, hansı qapıya təcavüz etdilər. Bu çox önəmli bir nöqtədir. Həzrəti Zəhra həqiqətən də mizanın əsas sütunudur və ölçünü təyin edən şəxsdir. Biz əgər istəsək ki, dinimizin yəni bir meyarını görək, nümunəsini görək, Qurana ayə bə ayə əməl edən şəxs kimi Həzrəti Zəhraya müraciət edə bilərik. Bu məsələ gərək yaddan çıxmasın. Və əgər istəyiriksə, tarixə bir qısa baxış keçirdək. Necə ki, İmam Hüseynin həyatına baxanda, Aşura hadisəsini xatırlayanda, Məhərrəm səfər ayı boyunca insanlar ancaq minbərlərdən və yaxud belə deyək ki, proqramlardan müzakirə edirlər, təhlillər edirlər ki, nə baş verdi ki, insanlar öz ümmətinin imamını qətlə yetirdilər. Hansı xüsusiyyətlər buna səbəb oldu və bu xüsusiyyətləri çoxları sayırlar. Eləcə də Həzrəti Zəhranın da məqamına baxdığımız zaman, Peyğəmbərin onun haqqında dediyi sözlərə baxdığımız zaman biz müşahidə edirik ki, hansı şəxsə, nə cürətlə, necə oldu, nə səbəb oldu ki, belə hörmətsizliklər oldu, belə zülmlər oldu və onun şəhadətinə səbəb oldular. Baxın, ümumilikdə digər bir rəvayətə toxunmaq istəyirəm. Bu çox önəmli bir rəvayətdir. Bəzi insanlar belə düşünürlər ki, Mədinə əhli, yəni günah əhli idi, günaha mürtəkib olmuşdu, o yüzdən belə idi. Xeyr, o Mədinə əhli Peyğəmbərə çox böyük bir məhəbbəti olan şəxslər idi. Xanım Fatimə-i Zəhra o şəxslərin qapısını döyürdü ki, onlar Peyğəmbərin yanındaydılar, Peyğəmbərin
vəsiyyətinin şahidi olmuşdular. Peyğəmbərin, yəni Qədirxum hadisəsini, Qədirxumda baş verən hadisələri yaxından müşahidə edən şəxslər olmuşdu. Hətta hədisə baxdığımız zaman, tarixə baxdığımız zaman çox gözəl bir fakt qeyd olunur tarixdə. Bu fakt hansı faktdır? Peyğəmbər barəsində tarixdə qeyd olunur ki, Peyğəmbər dəstəmaz aldığı zaman, bilirik ki, o vaxt, yəni indiki kimi rahat deyil idi ki, biz suyu rahat açaq, dəstəmaz alaq. Yəni müəyyən bir qabda, müəyyən bir vasitələrlə Peyğəmbər dəstəmaz alırdı. Və bu dəstəmaz alma səhnəsi barəsində tarixdə belə bir fakt qeyd olunub ki, Peyğəmbər dəstəmaz alan zaman ətrafdakı səhabələr, Mədinə əhli insanlar onun başına toplaşardılar və nə edərdilər? Onun dəstəmaz aldığı suyun damcıları ki var idi, onun mübarək bədənindən axırdı və hansısa bir qaba tökülürdü. Həmin o suyu ovucla götürüb təbərrük edirdilər. Üzlərinə, gözlərinə sürtürdülər və yaxud götürüb bəziləri saxlayırdı, onun üçün, yəni ondan şifa üçün istifadə edirlər. Yəni Peyğəmbərin üzünün, əllərini yuduğu suyun artığından istifadə edirdilər. Nəyə görə edirdilər bunu? Çünki Peyğəmbərin dəyərini, məqamını bilirdilər. Peyğəmbərə məhəbbətləri var idi. Bilirdilər ki, hansı şəxsdir və o su damcıları hansı şəxsin üzündən axır tökülür. Və tarixdə qeyd olunur ki, riya üzündən də deyil idi bu. Yəni zahirən bu riya üzündən də deyil idi. İnsanlar Peyğəmbəri sevirdilər və Peyğəmbərin ətrafında onun vücudundan istifadə etməyə çalışırdılar. Hətta onun dəstəmazının suyunun artığından belə istifadə etməyə çalışırdılar məhəbbət üzündən. Amma nə baş verdi ki, həmin o kəs ki, Peyğəmbərin üzünün suyunu götürüb istifadə edirdi və hətta növbəyə düzülürdülər ki, Peyğəmbərin həmin o dəstəmaz suyunu götürsünlər, ondan istifadə etsinlər. Nə baş verdi ki, onlar Peyğəmbər, yəni dəfn olmamışdan öncə və yaxud Peyğəmbər dəfn olandan sonra onun vəsiyyətini unutdular. Onun əziz qızı, onun sevimli qızı Həzrəti Zəhranın çağırışına səs vermədilər. Yəni onun mühafizətinə, onu qorumağa, onu müdafiəyə, ailəsini müdafiəyə getmədilər. Öz imamlarını müdafiəyə getmədilər. Bu çox qorxulu həm bir nöqtədir ki, insan həm Peyğəmbəri tanısın, görsün, sevsin və ona dəyər versin, amma eyni zamanda dünyadan köçər-köçməz, hətta köçməmişdən öncə Peyğəmbərin vəsiyyəti ayaq altında qalsın və ümmət də buna biganə yanaşsın. İndiki zamanda da əgər müqayisə etsək, belə hallar həqiqətdə baş verir. Dildə əksəriyyət insanlar bir də görürsən ki, Peyğəmbərə canım fəda, Əhl-i Beytə canım fəda bu kimi sözlər işlədirlər. Amma əməl anına gəldiyimiz zaman heç bir əməl yoxdur ortada. Heç bir əməllə qarşılaşmırıq biz. Və bu tarixdən götürülən önəmli bir faktdır, önəmli bir nöqtədir ki, biz gərək bunu hər gün xatırlayaq və məxsusən də Fatimiyyə günlərində bu məsələyə diqqət yetirək. Yaxşı, bəs nə baş verdi ki, onlar Peyğəmbərin qızına, səsinə səs vermədilər? Peyğəmbərin vəfatından sonra Fatiməni tək qoydular. Necə ki, bizim bir çoxumuz, düzdür ki, bugün xanım Fatimiyyə Zəhra şəhadətə yetişib, bugün yoxdur, digər məsumlar şəhadətə yetişib. Amma bizim hazırda həyatda olan və qeybdə olan zamanəmizin imamı var ki, biz də onun çağırışına, bəlkə o dövrdə Mədinə əhli necə ki, xanım Fatiməyə cavab vermirdi, biz də onun çağırışına cavab vermirik. Bəs neynəyək, nə cür edək? Bugün insanlara yüzlərlə nəzəri şeylər təqdim olunur. Nəzəri surətdə xanım Fatimiyyə Zəhranın fəzilətləri, nə bilim, Peyğəmbərin onun haqqında dediyi şeylər və yaxud günahın pis olması barəsində olan şeylər təqdim olunur. Amma heç bir əməli, yəni praktik şeylər təqdim olunmur insanlara. Və insanlar müraciət etdikləri zaman çox gileylənirlər ki, həmişə efirdən siz nəzəri şeyləri danışırsınız, amma praktik şeyləri bizə danışıb öyrətmirsiniz ki, yaxşı, bəs biz necə edək ki, biz də bu cür günahlara, bu cür nöqsanlara mürtəkib olmayaq. Mövzumuz məhz bununla bağlıdır. Həmin dövrdə Mədinə əhli
hansı xüsusiyyətlərə mürtəkib olmuşdu, hansı xüsusiyyətləri daşıyırdı ki, onlar Həzrəti Zəhranın çağırışına səs vermədilər. Onun səsləməsinə baxmadılar. Məhz gələn dəfə inşallah ki, biz praktik şeylər barəsində danışacağıq. Yəni hansı xüsusiyyətləridir və o xüsusiyyətlərlə biz necə mübarizə aparaq. Hələlik sizi Allaha əmanət edirəm. Ümid edirəm ki, Allah ehsanlarınızı və məclislərinizi qəbul eləsin. Sağ olun, salamat qalın.